Salam, hər vaxtınız xeyir olsun təkrar. Bu dərsimizdə biz deploy package'inə giriş edirik. Bu paket daxilində olan filter funksiyasını öyrənəcəyik bu dərsdə. Deploy package yerləşir Tidyverse-in daxilində. Birinci Tidyverse yan aktivləşdirək. Tidyverse aktivləşdikdən sonra onun daxilində olan paketlərin siyahısını görürük. Tidyverse R istifadə edən bir şəxsin, belə deyək, stol üstü paketidir. Bir neçə paket avtomatik onunla birlikdə aktivləşir. Onlardan biri də deploy package-dir. Deploy package data manipulyasiyası üçün nəzərdə tutulub, yəni datanın təmizlənməsi, emalı, onun uyğun formata gətirilməsi üçün istifadə olunur. Bu funksiyanın özəlliklərindən danışmaq üçün birinci növbədə bizə bir dataset lazımdır. R-ın daxilində olan datasetlərdən birini istifadə edəcəyik. Bu New York Flights datasetidir. Paketin adı New York Flights 13-dür. Və bu paketin daxilində Flights adında bir dataset var. Bir neçə dənəsini gördük. Mən Flights seçirəm. Və onu gəlin tanıdaq New Data'ya. Mənimsətmə işarəmiz Alt və Defs sola doğru yaradır bizim üçün. Data tanıyandan sonra environment'a düşür. Burada 19 dənə sütundan ibarətdir dataset. Biz yalnız bu dərsdə istifadə edəcəyik daha uzun zaman almamaq üçün il, ay və gün sütunlarını istifadə edəcəyik ki, filter funksiyasının işləməyi ilə tanış olaq. İstifadə etmək üçün dataseti çağırırıq. Pipe istifadə edirik. Pipe burada boru əməliyyatını həyata keçirir. Datanı daha oxunaqlı eləyir və bir çox üstünlüklər də var. İrəlidə zaman-zaman bu haqda danışacağıq. Pipe qoşduqdan sonra biz filter funksiyasını çağırırıq. Və tutaq ki, daxilində deyirik ki, mənə o ayları gətir ki, burada avtomatik olaraq mans yazdıqda bildirir ki, new datanın daxilində olan mansımı mən bəli seçim edirəm. Bərabərlik işarəsini qeyd edirəm. Məsələn, noyabr ayını seçmək istəyirəm. Əgər bu olmasa və ya işarəsini gətirirəm, o halda mənim üçün deyirəm dekabr ayının məlumatlarını gətir. Burada xatırlatmaq istəyirəm ki, 2 bərabərlik işarəsi bərabərlik anlamına gəlir. 1 bərabərdir isə mənimsətmə operatorudur. Yəni, bizim buradakı ox işarəmizlə eyni funksiyanı yerinə yetirir. Əgər mən tək bərabərlik işarəsini istifadə etsəm. Bu halda əgər mən run etsəm, düz xətt ortada bildirir ki, və ya iki tərəfdən biri əgər doğru olarsa, mənim şərtim ödənir. Bu halda mənim məlumatları gətirir. Görünür ki, artıq filtrləmə baş tutdu. 55.403 sətr bizə göstərir. Halbuki sətirlərimizin sayı orijinal datasetdə 336.000-dən çox idi. Filtrdən sonra azaldı. 11-ci və 12-ci ayları bizim üçün göstərəcək bu formada. Digər bir misal verək. Tez-tez rast gələn xətalardan biridir filter funksiyasının istifadəsində. Mən əgər bu formada mans çağırsam və desəm ki, yenidən 11-ci ayı və 12-ci ayı görmək istəyirəm, amma yuxarıdakı kimi yenidən mans bərabərdir 12 yox, bu formada 11 və ya 12 qeyd etsəm, bu halda mənə full dataset gələcək, yəni 336.776 sətrin hər biri gələcək. Burada məntiq nədən ibarətdir? Birinci tərəfi yoxlayır, 11-ə bərabərdirmi yoxsa yox, o şərt uyğun olaraq bizə cavab qaytar true false və yadan sonrasında true false kimi yoxladıqda orada hər hansısa bir yoxlama apara bilmir biz bildiyimiz formada. Bu 12-ni tamamilə true görür və true olduğu təqdirdə bütün sətirləri bizə qaytarır. Məsələn, buna bir nümunə gətirək. Biz bilirik ki, məsələn, true və ya true, məsələn, və true qoysam və true. Burada şərt yoxlayırıq və cavab bizə qayıdacaq. Üzr istəyirəm, böyük hərflərlə yazmalıydıq. Bu halda bizə true qaytar, çünki hər iki tərəf truedur. Yox, əgər true və false qeyd eləsək, şərtlərdən biri ödənmədiyi üçün avtomatik olaraq bizə false qaytarır. Burada da 0 və 0 qeyd eləsəm, çünki true false 0-1 məntiqidir, bildiyimiz kimi. 1 və 1, çünki 1 true anlamına gəlir, cavab true qaytarır. Eyni qaydada 12 və 12 məntiqinə baxsa, 12-ni də burada 1 və 1-dən yuxarı bütün rəqəmləri true kimi görür. Əvəzində isə yalnız 0-ı false kimi görür. Bu səbəbdəndir ki, 12-ni də burada true formasında gördüyü üçün bütün sətirləri bizə qaytarmış olur. Filter funksiyasının digər bir istifadəsinə də baxaq. New data.
qeyd edirəm, pipe qoşuram və filter funksiyasını çağırıram. Bu dəfə də 11 və 12-ci ayları çağırmaq istəyirəmsə, bu halda mən digər bir üsuldan istifadə edə bilərəm. Bu üsul bizə SQL-dən tanışdır. Months sütun adımı yazıram və in parametrindən istifadə edirəm. Burada in 2 ədəd faiz işarəsinin daxilində qeyd olunur. 11-ci və 12-ci aylar demək istəyirəmsə, C funksiyasının daxilində 11 və 12 bu formada qeyd edirəm. Run etdikdən sonra 11 və 12-ci ayların hər biri mənim üçün gələcək. Və yaxud da bir digər nümunəyə də baxaq. Əgər fərqli sütun istifadə eləmək istəsək, new data qeyd edirik. Filter months olsun deyək ki, yanvar ayı və ampersantı yerləşdiririk və anlamına gəlir. Date olsun biri, yanvarın biri tarixində olan sətirləri bizim üçün gətirəcəkdir bu halda. Gördüyümüz kimi nəticəni aldıq. Həmçinin filtr zamanı digər parametrlərdən istifadə edə bilərik, məntiqi ifadələrdən. Gəlin onlardan da bir nümunəsinə baxaq. Məsələn, new data yenidən qeyd edirəm və filtr funksiyasına da qoşuram. Biz deyə bilərik ki, bizim sütunlarımızdan biri təyyarənin çatma vaxtının gecikməsi ilə bağlıdır. Eniş etmə vaxtı gecikib yoxsa yox. Bu sütunun adı arrival delay'dir, yəni vaxtında çatmayıb gecikmə baş verib. Məgər istəyirəmsə gecikmədə 100 dəqiqədən aşağı olanlara baxın. Hansılar ki 100 dəqiqədən daha tez müddətdə belə deyək gecikmə halı yaşanıb həmin uçuşlarda. O halda mən bu ifadənin qarşısına nida işarəsi qoyuram. Xatırlayırıqsa bu ifadə anlama gəlir ki, 100-dən yuxarı yox, 100-dən kiçik olanları mənim üçün gətir. Nida işarəsini qoyduğumuz təqdirdə bu şərt hissəsini gərək mötərizənin daxilində qeyd edək. Və yaxud da eyni qayda ilə ampersant və yaxud da vergül qoysaq, burada eyni anlama gəlir və ifadəsini bildirir. Vergül qoyuruq yenidən digər bir şərtdə daxil edə bilərik ki, məsələn, biri əgər çatma vaxtdan gecikməsinsə, bir də təyyarənin uçuş vaxtdan gecikməsində hansısa problem yaşanıbsa, o gecikmə dəqiqələrini göstərmək üçün deyə bilərəm ki, departure delay sütun adımız bizə göstərsin seçiyomu. Departure delay new datanın tərkibindən olan sütunlardan biridir. Bu bizdə olsun 120 dəqiqədən kiçik. Bu halda birinci 120 dəqiqədən böyük ifadəsinin şərtini yerləşdirirəm. Sonra qarşısına nida əlavə edirəm və nidaya görə sağdan və soldan mötərizəni qeyd edirəm. Run etdikdən sonra yenidən biz də istədiyimiz nəticəni alırıq. Arrival delay sütununa baxa bilərik. Görürük ki, bütün rəqəmlər 100-dən kiçikdir. Eyni qaydada departure delay-ə də baxsaq, görürük ki, bütün rəqəmlər bizə göstərdiyi 100-dən kiçikdir. Bu formada filtr funksiyasından istifadə etmək mümkündür.